Sabit gərginlik mənbəyinə qoşulmuş rezistorun temperaturu artarsa, rezistorda müqavimət temperaturla düz asılıdır. Əgər temperatur artarsa, deməli müqavimət də artacaq. Davam edək. Lampadakı gərginlik. Mənbənin gərginliyi sabitdir. Baxın, şərtdə də verib, mənbənin gərginliyi sabit olduğu üçün gərginlik dəyişməyəcək. Əgər başqa qoşulmuş bir rezistorda olsaydı, deyərdik ki, məsələn, iki sistem olsaydı, deyərdik ki, hə, birində artar, birində azalar. Sadəcə bir dənə olduğu üçün xəttdə oradakı gərginlik neyinər? Dəyişməz. Gərginlik üçün dəyişməzi götürdük. Sonra, əgər müqavimət artıbsa, cərəyan şiddəti azalacaq. Onda cərəyan şiddətinin azalar olanını götürürük. Rezistorun xüsusi müqaviməti. Deməli, xüsusi müqavimət nəylərdən asılıdır? Bir, temperaturdan, bir də materialın növündən və s. Temperatur artıbsa, həm xüsusi müqavimət artacaq, həm müqavimət artacaq. Ona görə xüsusi müqavimət üçün də artar deyirik. 2, 4 və 5. Bu sualda verilmiş elektrik sxemində K açarını qapasaq hansı lampalarda işıq yanır? K açarını qapadıq və baxıram ki, burada vakuum diodunun şərti işarəsi verilib. Burada vakuum diodunun anod hissəsi var, katod hissəsi var. Bax, bu hissəyə deyirik anod, digər hissəyə deyirik katod. İndi görək hansı düz keçiddir, hansı tərs keçiddir. Baxaq, müsbətdən cərəyan şiddəti gəlir. Əgər katodla qarşılaşırsa birinci, bu tərs keçiddir. Burada lampa yanmaz. Yəni, ümumiyyətlə, buradan cərəyan keçməz. Gəldik ikinciyə. Burada gəldi. Anodla qarşılaşdığı üçün buradan cərəyan keçəcək. Və görürsünüz, gəldi, qapandıq. Açar da qapalı olduğu üçün üçüncü lampa yanar. Sonra gəlirəm növbəti lampaya. Burada da gəldi katodla birləşdiyi üçün buradan da keçid olmayacaq, tərs keçiddir. Və gəlirəm birinciyə, axırıncıya. Burada katod, anod var. Anoddan keçdiyi üçün düz keçiddir. Buradakı lampa yanar. Deməli, hansı lampalar yanar? Bir, birinci lampa, bir də üçüncü lampa yanar. Digərləri isə yanmaz. Bu sualda yenə də K açarını qapasaq, bizə deyir ki, bu səfər hansı lampalar işıqlanmaz? Müsbətdən cərəyan şiddəti gəlir. Bax, gördünüzmü? Bax, bu hissə nə idi? Düz keçid idi. Anoda gəlib, anoddan keçirdi. Bu düz keçiddir. Buradan keçdi. Yuxarıda gəldi. Katoda ilişdi və keçmədi. Bu tərs keçiddir. Buradan düz keçiddən gəlir və davam edirik. Baxın, yuxarıya gəldi. Gördünüzmü? Bu yenə də anod olduğu üçün buradan keçər. Bu da düz keçiddir. Gəldi və dövrəni qapaya bildi. Ancaq aşağıdan gəlib keçə bilmədi. Çünki katod var burada. Deməli, hardan keçə bilmədi? 1-dən keçə bilmədi, 4-dən keçə bilmədi. Deməli, 1 və 4 yanmaz. Ancaq 3 və 2 yanar. Bu sualda vakuum diodunda katodla anod arasındakı məsafə D. Anodun gərginliyi U olarsa, başlanğıc sürət 0-a bərabər olan elektronun katoddan anoda hərəkət müddətini soruşur bizdən. Onda neyniyək? Deməli, başlanğıc sürət 0-dırsa, yazıram ki, S bərabərdir. Başlanğıc sürət onsuz yoxdur. A, T kvadratı bölünsün 2. Buradan zamanı soruşursa neyniyirik? T bərabərdir. Kökün altında 2S, bax bu 2-ni vurma kimi atıram, bölünsün A-ya. Bu dursun indi bir kənarda. Biz buradan neyniyək? A-nı gəlin tapaq. A-nı tapmaq üçün neyniyirəm? Deməli, əvvəlcə buradakı F qüvvəni gəlin tapaq. F bərabərdir nəyə? Q vurulsun Y, intensivlik. Buradan intensivliyin yerinə yaza bilərəmmi? U bölünmüş D. Onda yazıram ki, Q vurulsun U bölünsün D. Buradan da elektrondan söhbət getdiyi üçün bir dənə elektrondan söhbət gedir də. Q nəyə bərabərdir? Q bərabərdir N, Y. N-in yerində 1 var deyən, elə bura bircə dənə elektron yaza bilərəm. Y, U bölünmüş D. Bu oldu nə? Bizim qüvvəmiz. Qüvvə də bərabər idi nəyə? M, A-ya. Bax, buradan təcili tapa bilərəm. Təcili tapmaq üçün bax, bu kütləni bu tərəfə bölmə kimi atıram. Bu oldu bizim təcilimiz. Və salam, indi gerisini yerinə qoyub yazacağıq. T bərabərdir. Kökün altında 2. S-in yerinə D yazırıq. Çünki məsafəni bizə D olaraq veribdir. D bölünsün. A-nın da yerinə bax, bu ifadəni yazacağıq. Y vurulsun U.
M ilə D də yuxarı qalxır. M, D. Burada nə gördük? Görürük ki, D kökün altından təmiz çıxır. D-ni kənarda yazdıq. Yerdə qaldı kök altında 2M bölünsün U, Y. Baxaq görək bu da harda var? Bu da var D variantında. Bu sualda da tranzistorun şərti işarəsi verilib. Baxın, burada iki cür mən işarə yazacağım. Bax, burada əgər ox üzü aşağıya doğrudursa, belə deyim də, bax, bu ox ki var, bax, bu oxun arxa tərəfi var, bu üçbucağa oxşar bir şey var. Bax, bunun oturacağı müsbətdir. Müsbət gəlir, buradan keçəndə düz keçid olur. Bax, bu tərəf isə, bax, bu üç hissəsi isə mənfidir. Buradan da mənfi keçərsə düz keçid olur. Bax, bura olur mənfi, burada olur müsbət. Onu beləcə yadımıza saxlayaq. İndi bizə nə deyir? Sxem doğru, tranzistor dövrənin sxemi doğru göstərilib. Aha, baxaq. Bax, məsələn, burada rastgele bir yerdən götürdüm. Müsbətdən. Müsbətdən gəldi və görürük ki, o, bax, buradan üçbucağın arxa tərəfidir. Görürsə, oturacaq hissəsidir. Deməli, buradan keçir. Keçdi, gəldi və burada da mənfidir. Mənfinin üstündən keçir, gələr. Əla, burada problem yoxdur. İndi deməli, buradan keçir, bu doğru qoşulub. Gəldik ikinciyə. Yenə müsbətdən gəlirik. Bura qədər keçir, bəli. Bu hissədən keçdi, gəldi. Ancaq burada gördük, müsbətlə qarşılaşdı. Müsbətlə qarşılaşdığı üçün buradan keçid olmadı. Bunu siz saxladıq. Gəldik üçüncüyə. Burada isə mənfidir. Mənfi gəlir. Baxın, mənfi harda olurdu? 3 hissədə olurdu. Doğrudan da 3 hissə ilə qarşılaşdığı üçün keçid oldu. Gəldi. Aha, burada mənfi ilə qarşılaşdığı üçün bunu götürə bilmədik. İndi gəlirik dördüncüyə. Yenə mənfi gəlir. Yenə 3 hissədən keçdiyi üçün problem yoxdur. Keçir, gəlir. Burada görürsünüz, mənfi müsbətlə və problem yoxdur. Üzərindən keçir, gəlir. Deməli, 4-ü də götürə bilərik. Nə götürdük? 1-i götürdük və 4-ü götürdük. Bu da oldu A variantı. Bu sualda isə bizə yarım keçirici diodların şərti işarəsini verib. İndi yarım keçirici diodlara baxaq. Bax, bu da yenə bayaqki kimi üçbucaq formasında düşünsək. Bax, bu üçbucağın oturacaq hissəsi ki var. Bu oturacaq hissəni müsbət, 3 hissəni isə mənfi götürsək, bu düz keçid olar. İndi bax, mənfidən, müsbət, lap elə mənfidən gələk, fərqi yoxdur. Mənfidən gəlirəm. Gəldim. Görürəm ki, mənfi hara olmalıydı? Uc hissə. Deməli, burada isə uc hissə deyil. Deməli, buradan keçid yoxdur. Ancaq buradan keçid var. Keçirəm, gəlirəm. Yuxarı getdim, bəli, yenə də 3 hissədir. Buradan da keçid var. Ancaq aşağıdan keçid yoxdur, çünki 3 hissə deyil. Bu da gəldi və qapandı. Görürəm ki, hansıları yanar? 2 və 3 yanar. Bizdənsə işıqlanmazı soruşur. İşıqlanmaz hansıdır? 1 və 4. Bu da var C variantında. 12-ci sualda yarımkeçirici diod şəkildəki kimi dövrəyə qoşularsa, volt-amper xarakteristikası aşağıdakılardan hansı ola bilər? İndi baxıram. Bax, buradan mənfi gəlir. Mənfi harda? Bax, gəldi. Bunu necə yazmışdıq? 3 hissəsi mənfi, digər tərəfi müsbət idi. Görürsünüz, mənfi gəldi və müsbətlə qarşılaşdısa, deməli, buradan keçid olmayacaq. Yəni, tərs keçiddir. İndi gəlin tərs keçid üçün baxaq. Bax, tərs keçiddə nə baş verir? Cərəyan şiddəti 0 olur, keçmir. Bax, birincidə cərəyan şiddəti var, ikincidə var. Y variantında Ohm qanununa əsasən var. Bir də cərəyan şiddəti harda yoxdur? Baxın, bircə dənə B variantında. Gərginlik biraz var, yəni bir qismət var, ancaq ki, cərəyan şiddəti yoxdur. Deməli, ən uyğun variant elə budur. Burada isə bizə nə soruşur? Deyir ki, suda həll olan duzun hər 100 molekulundan 30-u ionlara parçalanırsa, dissosiasiya dərəcəsini hesablayın. Nə edirik? Ümumi olanı, bax bu çox olanı yazırıq məxrəcə. Bax, parçalanmış hissəni yazırıq sürətə və bir dəfə də nə edirik? 100%-ə vururuq. Buradan ixtisarlarımızı apardıq. 100-lər getdi, yerdə qaldı 30%. Deməli, dissosiasiya dərəcəsi 30% olacaq. Plazmada elektronların konsentrasiyası ionlaşmamış atomların konsentrasiyasından 4,5 dəfə az olarsa, onda nə edək? Elektronların konsentrasiyası üçün N elektron bərabərdir. Məsələn, deyək ki, X yazırım. Və gəlirəm indi ionlaşmamış atomların konsentrasiyasına. İonlaşmamış atomların konsentrasiyası üçün də eləcə N yazıram. O da bərabərdir. Axı, deyir ki, elektron bundan 4,5 azdırsa, deməli, bu da elektrondan 4,5 çoxdur da. Onda bunun üçün də yazacağım 4,5 X. Bunu yazdıq. Sonra plazmanın ionlaşma dərəcəsini hesabla deyir. Bir də burada bir məsələ var. Deyir ki, bütün ionlar 2 qat elementar yükə malikdir. Əgər bütün ionlar 2 qat elementar yükə malikdirsə, onda elektronlar, elə bir şey, elektronu bir dəfə 2-yə böləcəyik.
O 2 qatı oradan çəkib çıxarmaq üçün. Bax, bu vəziyyət burada. İndi biz nə edirik? İyonlaşma dərəcəni tapırıq. Dərəcəni tapmaq üçün məxrəcdə bunların cəmini yazıram. Yazıram ki, x bölünsün 2, üstə gəlsin. Elə gəlin bunu da kəsrə çevirək, asan olsun işimiz. 45 burada, 10 da burada. X. Sürətdə isə sadəcə bax bunu yazıram. X bölünsün 2-ni. Və bir dəfə də bunları vuracağıq 100%-ə ki, faizdən tapa bilək. Heç nə. İndi bir-bir yerinə qoyuruq, tapırıq. Yuxarıda bax bu 100 ilə 2 ixtisar gedir. Yerdə qalır 50x. Aşağıda bunları ortaq məxrəcə gətirmək üçün buranı mən 5-ə vururam, aşağında, yuxarında. Deməli, yerdə qalır məxrəcdə 10. Sürətdə 5x-la da 45x-i topladıq, elədi 50x. Burada da ixtisar getdi, yerdə qaldı 5x. Burada yazıram 5x. X-larımız ixtisar gedir, 50-ni də 5-ə böldük, 10 elədi. Deməli, 10% olacaq iyonlaşma dərəcəmiz. Sualın şərtini oxuyaq. Elektroliz prosesində yalnız elektrodların məhlula daxil olma dərinliyini 3 dəfə artırsaq, onda müəyyən müddətdə elektrod üzərində ayrılan maddənin kütləsi necə dəyişir? İndi bunu necə eləyə bilərik ən rahat üsulla? Məsələn, gəlin müqavimətə görə eləyək. Biz bilirdik ki, müqavimətin asıllıq düsturu var idi, yadınızdadırmı? Xüsusi müqavimət, S düsturu. Burada deməli müqavimət sahə ilə tərs asılı idi. Bax, bu L nə idi? L-i bax, bu elektrodlara aid eləsək, bir elektrodun elə bil ki, arasındakı məsafəyə L və batan hissənin sahəsinə də S desək, onda bu 3 dəfə dərinə batanda onun batan hissəsinin sahəsi neynir? 3 dəfə artır. Sahə 3 dəfə artanda müqavimət 3 dəfə azalır. Müqavimət 3 dəfə azalanda cərəyan şiddəti 3 dəfə artır. Axı biz bilirdik ki, cərəyan şiddəti müqavimətlə tərs asılı idi. İndi əgər cərəyan şiddəti 3 dəfə artırsa, deməli maddənin kütləsi M bərabərdir K Q, buradan da K I T düsturuna əsasən cərəyan şiddəti 3 dəfə artanda, bu da düz asılı olduğu üçün elə kütlə də neyniyər? 3 dəfə artar. Elektroliz zamanı verilmiş elektrolitlərdən keçən cərəyan şiddətinin zamandan asılı qrafiki verilib, kütlələrin müqayisəsi istəyir. Kütlə bərabərdir K, Q. Biraz da açsaq K-nı olduğu kimi saxlayırıq. Q-nin yerinə IT yazırıq. Və baxıram ki, kütlə cərəyan şiddəti ilə də zamanla da düz asılıdır. Gəlin onda baxaq. Məsələn, 3 və 1-ə baxaq. Baxın, burada zaman sabitdir. Ancaq cərəyan şiddəti 1-də daha böyük olduğu üçün 1 3-dən böyükdür. Yazıram ki, 1 böyükdür 3-dən. Bunu yazdıq. Sonra gəlirəm 2 və 3-ə. Görürəm ki, 2 və 3-də 2-də həm zaman daha böyükdür, həm cərəyan şiddəti 3-dən. Ona görə 2-ni də böyük götürürəm 3-dən. Sonra indi isə 1 ilə 2-nin arasında. 1 ilə 2-nin arasında görürəm cərəyan şiddəti sabitdir, ancaq zaman 2-də daha böyük olduğu üçün onda 2-dəki kütlə də daha böyük olacaq 1-dən. Bu şərtimizə görə görürəm ki, içərisində ən böyük 2-dir, ən kiçik 3-dür, 1-i də ortaya yazıram. 2, 1, 3. Bu da var Y variantında. Bu sualda verilmiş elektrolit məhlulunun elektrolizində cərəyan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Elektrod üzərində ayrılan maddənin kütləsinin zamandan asılı qrafiki. Baxıram ki, cərəyan şiddəti zamanla xətti asılıdır. Yəni, zaman keçdikcə cərəyan şiddəti artır. Cərəyan şiddəti xətti artırsa, onda kütlə kvadratik artacaq. Necə ki, sürətlə yol, yadınızdadır, sürət xətti artırdı, yol kvadratik, eynən onun kimi. Əgər məsələn, burada cərəyan şiddəti sabit qalsaydı, onda kütlə düz xəttlə artardı. Burada da deməli kütlə nəyin hesabına? Həm kütlə zamanın hesabına artacaq. Zaman artır, axı zaman keçdikcə həm zamanın hesabına, həm cərəyan şiddətinin hesabına. Bir sözlə bunu belə yadınızda saxlasaz yaxşı olar ki, əgər cərəyan şiddəti sabitdirsə bu düz xətlidir, artandırsa bu kvadratik olacaq.